Doğru olmayan fikri müəyyən edin. Beriştirik horizontallar perpendikulyar çəkilmiş səth sularının axın istiqaməti göstərən qısa xətlərdir. Bəli, bu doğrudur. Bu beriştiriklərdir. Və səth suları da yağış, qar suları, bunlar səth suları sayılır, yeraltı suları, bunlar səth suları sayılır. Əgər axın istiqaməti göstərir, bəli. Əgər bu beriştirik içəridirsə, çökəklikdir. Çökəklik. Çökəklikdirsə, hər hansı su, yağışdan, qardan axan su içəriyə doğru axacaq. Çünki içəri çökəklikdir. Əgər beriştirik çölədirsə, bu olacaq təpə. Biz təpədə də yağış və qar suları kənara doğru. Səth suların istiqaməti müəyyən edir. Doğru. Horizontal bir-birindən daha aralı çəkildiyi yerlərdə yamaç daha dik olur. Bəli. Horizontal nə qədər yaxındırsa, həmin hissə daha dikdir. Məsələn, baxın, bu hissə daha yaxındır, bu hissə aralıdır. Bu hissə daha yaxındır, bu hissə daha aralıdır. Deməli, biz götürsək qərb istiqamət, qərb daha deyək ki, dikdir, şərq istiqamət isə az meyillidir. Nöqtənin hündürlüyü okean dəniz səviyyəsində hesablanırsa, bu mütləq hündürlükdür. Bəli, 0 metrdən hesablanırsa, okean səviyyəsi bu mütləq hündürlükdür. Bir nöqtə digər nöqtənin şaquli xətt üzrə hündürlük fərqi nisbi hündürlük deyilir. Məsələn, A məntəqəsi burada, B məntəqəsi burada. Bunlar arasındakı olan hündürlük fərqi buradan deyək ki, hündürlük fərqi nisbi hündürlükdür. Buradan da belə olur, buradan da. İkisindən də. Bunlar arasında hündürlük fərqi nisbi hündürlükdür. Horizontal eyni mütləq ünvanlıq nöqtə birləşdən qapalı şaquli xətt üzrə hündürlük fərqi nisbi hündürlük deyilir. Horizontala eyni mütləq hündürlüyə malik olan nöqtələri birləşdən qapalı əyri xətlərdir. Eyni mütləq hündürlüyə malik beriştirik horizontal perpendikulyar çəkilmiş səth sularının axın istiqaməti qısa xətlərdir. Daha aralı çəkildiyi yerlər yamaç daha, burada diqqət eləməmişik. Daha aralı deyir. Daha aralı deyirsə, bu da horizontal eyni mütləq hündürlüyə malik nöqtələri birləşdən qapalı əyri xətlərdir. Bəli, horizontallardır. Daha aralı deyirsə, bura dik yox, az meyillidir bu hissə. Cavab B variantı. Bakı metropolitan sxeminə əsasən 28 may metro stansiyası, Nizami metro stansiyası və İçərişəhər metro stansiyasından müvafiq olaraq hansı istiqamətə yerləşdiyi müəyyən edilir. 28 may stansiyası, Nizami metro stansiyası və İçərişəhər metro stansiyasından 28 may stansiyasının buradan 28 may stansiyasının Nizamidən İçərişəhərdə hansı istiqamətlər yerləşdiyini. Nizami buradadır. Nizami. Bir də İçərişəhər. İçərişəhər də burada. Deməli, 28 may stansiyasının Nizamidən çəksək, cənub, şərq, İçərişəhərdən çəksək, formada yazsaq, şimal, şərq. Buradan da baxsaq, Nizamidən 28-ə, buradan bu formada çəksək, cənub, şərq, İçərişəhərdən biz 28-ə çəksək, deməli, bu formada çəksək, İçərişəhərdən 28-ə, şimal, şərq. Şimal, şərq olacaq. Deməli, 28 may Nizamidən olacaq. Cənub, şərq, Xətaydan, İçərişəhərdən olacaq. Şimal, şərq. D variantı. Yəni, hardan gedirsə, oradan biz üfüqün cəhətlərini çəkirik və ona uyğun tapırıq. Məsələn, 28 Nizami İçərişəhər. Yəni, İçərişəhərdən bura gedirsə, buradan çəkirik. Nizamidən gedirsə, belə çəkirik və tapırıq. Düzgün doğru coğrafi ifadəni müəyyən edir. Mütləq hündürlük sadə məktəb nivelli vasitəsilə ölçülür. Mütləq nivellərlə yox, bu nisbi hündürlük müəyyən olunur. Plan xəritələr üfüqlərin cəhətləri dərəcə toruna görə. Plandıq
üfüqün dərəcə toru olmur. Yəni meridian və paralel olmur. Yer səthinin kartoqraf təsvir vasitələrinə keçirilmə nisbətini göstərən kəsirə berişdirik deyilir. Berişdirik horizontallar çəkilmiş qısa xətlərdir. Qonşu horizontallar arasındakı hündürlük fərqinə kəsmə yüksəkliyi deyilir. Bəli, iki horizontal arasında hündürlük fərqi, məsələn, bu 20-dirsə, bu 10-dursa, kəsmə yüksəkliyi 10 metr olacaq. Məhəldə azimut uzanı məhəldə kompasla. Bu planda transporter istifadə olunur. Məhəllin planında Yeni kənddən 135 azimutda yerləşən miqyaslı şəhər hansı coğrafi obyekt deyilir? Bundan 135 azimut. Bu Yeni kənd. Çəkək. Bura 0, 360, bura 90, bura 180, bura 270. Deməli, buradan 135 azimut. Bura 90'dır. Bura 45'dir. Bura 90 plus 45. Çünki yarısıdır. 135 dərəcə. Deməli, Yeni kənddən biz bu olacaq şərq, bu da cənub. Deməli, 135 cənub, şərq. Deməli, biz Yeni kənddən cənub-şərqə doğru getməliyik. Bu da baxsaq görək ki, bu istiqamətdir. Miqyaslı şərt işarə isə yel dəyirmanıdır. B variantı. Sxemdə M nöqtəsi hansı horizontal arasında yerləşir? Biz sxemdə hansı horizontal arasında yerləşdiyini tapmaq üçün birinci biz kəsmə yüksəkliyi tapmalıyıq. İndi gəlin baxaq. Kəsmə yüksəkliyi tapmaq üçün kəsmə yüksəkliyi bərabərdir. Nisbi hündürlük bölünsün pillə sayı. Pillə sayı. Şimdi baxaq. Kəsmə yüksəklik bərabərdir. Nisbi hündürlüyə baxaq. Bu 15 metrdir. Dəniz səviyyəsində biz bilirik ki, buradan çay, dəniz bu 0 metrdir. Və nisbi hündürlüyü tapaq. Bu 0, bu 15. 15 çıxılsın 0, bölünsün. Baxaq. 1 pillə, 2 pillə, 3 pillə. Bölücə bərabərdir. 15-də 0-sın 15. 3-ə bölündə 5 metr. Deməli, bizim kəsmə yüksəkliyimiz oldu 5 metr. Bunu tapdıq. M nöqtəsinə baxaq. İndi M nöqtəsinin hansı horizontal arasında yerləşdiyini tapaq. Deməli, baxaq neçə horizontal var. 1, 2, 3, 4, 5. Deməli, M nöqtəsi 4 ilə 5 arasında yerləşir. Dördüncü horizontal bərabərdir. 4 vurulsun kəsmə yüksəklik. Bərabərdir 4 vurulsun 5 bərabərdir 20. Beşinci horizontal bərabərdir. 5 vurulsun kəsmə yüksəklik. Bərabərdir 5 vurulsun 5 bərabərdir 25. Deməli, M nöqtəsi 20-25 metr arasında yerləşir. Sxemə əsasən ikinci nöqtənin mütləq hündürlüyünü müəyyən edin. Baxaq, ikinci nöqtə haradadır? Burada. İkinci nöqtənin hündürlüyünü müəyyən etmək üçün birinci biz bəyan etdik. İkinci nöqtə hündürlük horizontal bərabərdir. Deməli, ikinci məntəqə vurulsun kəsmə yüksəklik. İndi ikinci məntəqənin kəsmə yüksəkliyi neçə horizontal yerləşdiyinə baxaq. Burada dənizdir. Buradan başlayaq. 1, 2, 3, 4, 5 və nəhayət 6. 1, 2, 3, 4, 5, 6. Deməli, ikinci məntəqə 6 horizontal bərabərdir. 6 vurulsun kəsmə yüksəkliyi. İndi gəlin kəsmə yüksəkliyi tapaq. Kəsmə yüksəkliyi tapmaq üçün deməli, kəsmə yüksəkliyi bərabərdir. Nisbi hündürlük bölünsün pillə sayı. Gəlin baxaq. Deməli, burada 500 metr verilib. Burası 0'dır.
Kəsmə yüksəklik bərabərdir 500 çıxılsın 0 bölünsün. Baxaq. 1 pillə, 2 pillə, 3, 4, 5. Deməli, çaydan buradan başlayır. Yəni, burada dənizdir. 1 pillə, 2 pillə, 3 pillə, 4 pillə, 5 pillə. 1 pillə, 2 pillə, 3 pillə, 4 pillə, 5 pillə. 5 bərabərdir. 5-ə bölündə 100 metr. Deməli, bizim kəsmə yüksəkliyimiz nə qədər oldu? 100 metr oldu. Tapdıq mı kəsmə yüksəkliyi? İndi gəlin burada 6-cı horizontal tapaq. 6-cı horizontal bərabərdir. Kəsmə yüksəkliyi nə qədərdir? 6 vurulsun 100 bərabərdir 600 metr. Deməli, bizim ikinci məntəqənin, yəni 6-cı horizontal yerləşən hündürlüyü 600 metr olacaq.